Allah subhanahu wa ta'ala Kur'an-ı Kerim'de buyurur ki وَالسَّابِقُونَ الْاَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْاَنْصَارِ وَالَّذ۪ينَ اتَّبَعُوهُمْ بِإِحْسَانٍ رَضِيَ اللّٰهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ. Hamını ötüp geçmiş, səbiqun deyir Allah Teala. Hamını ötüp geçmiş mühacir ve ensarlar ve onlara güzel şekilde tabi olanlar, Allah onlardan razıdır. Onlar da Allah'tan razıdırlar. Allah subhanahu wa ta'ala bunları Kur'an-ı Kerim'de tərifləyir. Bunları məth eləyir. لَقَدْ رَضِيَ اللّٰهُ عَنِ الْمُؤْمِنِينَ اِذْ يُبَايِعُونَكَ تَحْتَ الشَّجَرَةِ. Ayete bakın. Artık Allah o müminlerden sənə ağac altında beyət edən müminlerden razı qaldı. Allah subhanahu wa ta'ala razılığını bildirir. O ağac altında beyət eləyənlər kimlər idi? 1400'den artıq sahabə idi. Onlar o sahabelərə indi dil uzatmaq nədir? Bu ayətləri yalanlamaqdır. Gətirirlər müəyyən hansı sahabə filan yerdə nəsə elədi. Nə bilim Ömər gəldi radiyallahu anh. Gəldi Peyğəmbər sallallahu aleyhi ve sellem cənazə qılmaq istəyir, gəldi dedi ki, niyə qılırsan münafiqə? Sən Allah Rəsulunun ağıllıydın. Belə şeyləri çıxardılar, tapılır. Ayətlərə bax. Onların hamısının cavabı var. O sahabələr haqqında gətirilən o məsələlərin hamısının cavabı var. Amma ilk öncə nədir? Qurana nəzər sal. Qurana bax. Gör Allah subhanahu wa ta'ala onları necə məth edir, onları necə tərifləyir, onlardan razı qaldıqlarını Allah subhanahu wa ta'ala buyurur. Quranı qoyumsan qırağa, harca aşıbqa axtarsan. Səhv axtarsaq, hamıdan səhv tapa bilərik. Axtarsaq, səhv tapa bilərik. Amma biz nədir? Biz nə etməliyik? Bəli, sahabələrin səhvləri var. Çünki biz demirik ki, onlar məsumdular. Biz demirik ki, onlar məsumdular, qeybi bilirdilər, öləcəkləri günü və yaxud onlar da idarə edən kainatı. Biz belə demirik zəlalət əhli firqələri kimi. Biz deyirik ki, onlar insan idilər və onların xeyir əməlləri var və həmçinin səhvləri də var, bəli. Səhvləri də var, çünki məsum deyirlər. Sadəcə bizə düşən nədir? Onların xeyirlərini götürürük. Çünki xeyirlər o səhvlərin üstünü örtüb. Dini onların vasitəsilə gəlib çıxır. Onlar İslam üçün nə böyük işlər görüblər. O əməllərini götürürük, o xətaları da deyirik, Allah bağışlasın. Necə ki, bunu Rəbbimiz bizə öyrədir. Quran-ı Kerimdə. Necə ki, Allah subhanahu wa ta'ala buyurur ki, وَالَّذ۪ينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذ۪ينَ سَبَقُونَ بِالْإِيمَانِ وَلَا تَجْعَلْ ف۪ي قُلُوبِنَا غِلًّا لِلَّذ۪ينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَؤُوفٌ رَحِيمٌ. Onlardan sonra gələnlər deyərlər ki, Rəbbimiz bizi və bizdən qabaq bizi imanda ötən qardaşlarımızı bağışla. وَلَا تَجْعَلْ ف۪ي قُلُوبِنَا غِلًّا لِلَّذ۪ينَ آمَنُوا. Və qəlbimizdə iman gətirənlərə qarşı kin saxlama Rəbbimiz. Allah Teala bunu bizə öyrədir Quran-ı Kerimdə. Yəni biz nə etməliyik? Kin küdrət olmamalıdır möminə qarşı, xüsusən də sahabələrə qarşı. Rəbbimiz bizi bağışla, bizdən öncə iman gətirənləri bağışla, qəlbimizdə kin saxlama. Axtarsaq, hamıdan hər şey tapa bilərik. Ona görə bizə düşən nədir? Dilimizi qorumaqdır və Allahın bu ayətləri haqqında düşünməkdir, əməl etməkdir. Və əhl-i sünnənin usullarından biri də nədir? Sahabələrə qarşı qəlblərimiz salamat olmalıdır. Onların xətalarını araşdırmamalıyıq. Onlara kin-küdrət bəsləməməliyik. Bəziləri çıxır deyir ki, yox, bu söhbət o deyil. Biz belə deyəndə qayıdıb bizə rafizlər deyir ki, nədir? Yox, sən bəs bilməlisən dinivi kimdən götürürsən? Sən bu Abu Bakır, Ömər, Osman, bunlar layiq deyil ki, bunlardan sən din götürəsən. Elə sözlər deyirlər. Biz ona görə danışırıq da, biz onlara görə onların o səhvlərini gətiririk, ona görə ki, sən ondan din götürürsən. Yaxşı, sən öz dinivi kimdən götürürsən? Məclisidən, Kuleynidən və s. alimlərin adlarını çəkir, Ni'mətullah el-Cəzairi və hansılar ki, Qur'anın təhrifini etiqad eləyiblər ki, Qur'an təhrif olub. Təbərsi Qur'anın təhrifi haqqında kitab yazır. Sübut elə bu qalanlıqda kitabdır ki, orada nədir? İspat eləyir ki, bu Qur'an təhrif olunub. Orada rivayətlər gətirir. Onlara alimlər satanda deyirik, bəs nə oldu? Bəs siz bu alimlərdən dininizi götürürsünüz. Siz rivayətləri oradan götürürsünüz. Bəs nə oldu? Sahabələrə bizə irad bildirirsiniz. Hansı ki, sahabələrin əli ilə din gəlib bizə satıb. Amma özünüz kimin yolunu gedirsiniz? Kimdən elminizi götürürsünüz? Dininizi götürürsünüz? Kimin rivayətlərinə baş vurursunuz? O alimlərə adlarını nə qədər ad çəkmək olar burada? Əl-Amili və digər. Dininizi onlardan götürürsünüz. O kafir, zındıq alimlərdən.
Ona görə bizə belə söz deməyin. Deməyin ki, siz onlar layiq deyil, nə? Onlar layiq idilər, elə Peyğəmbər sallallahu əleyhi və səlləmin yolunu ən gözəl şəkildə gedənlər onlar idi və dini bizə, Qur'anı bizə rivayet edənlər, Qur'anı bizə çatdıranlar onlar olub. Qur'ana xidmət edənlər, rivayətlərə əsasən Qur'anın ayətlərini atırsız qırağa. Biz nədir? Biz o sahabələrin rivayet elədiyi Qur'anın üzərindəyik. Elhamdülillah.